Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, göstərilən yerdə sərnişin mindirən sürücü qayda pozurmu? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Xeyr, qayda pozmur. Biz isə hər zaman kimi dərhal ağlımıza gələn cavabı verməyə tələsməyək. Variantlara baxmayaq. Diqqət elə, şəkilə bax. Sürücüsən. Bu suallara sürücü kimi cavab ver. Diqqət elə, şəkildə nə görürük? Yolda velosiped zolağı var. Bəli, velosiped zolağı var. Lakin maddə 52-nin birinci hissəsi bizə deyir ki, dayanıb durarkən başqa göstəriş nəzərdə tutulmayıbsa, yol çiynində dayanıb durmaq lazımdır. Yol çiyni yoxdursa, yaşayış məntəqəsində hərəkət hissəsinin kənarında, sağ tərəfində dayanıb durmaq lazımdır. Amma burada velosiped zolağı var. Belə olan təqdirdə yol hərəkəti haqqında konvensiyaya görə avtomobilin sürücüsü hal-hazırda kənar zolaq tutub. Çünki velosiped zolağı var. Velosiped zolağı olduğu üçün avtomobilin hal-hazırda dayandığı zolaq kənar zolaq hesab edilir. Belə olan halda sərnişin mindirməklə heç bir qayda pozmur. Sağ olun, sizinlə mən Rza Məmmədov idi.